Bu vəziyyət bir neçə il davam etdi. Nil çayının sahilində İsrail oğullarından İmran adlı bir nəfər ailəsi ilə yaşayırdı. Ailədə Harun adlı bir oğlan uşağı böyüyürdü. Onlar həm də yeni doğulacaq övladlarını gözləyirdilər. İmranın arvadı çox üzülürdü. Yeni doğulacaq övladları oğlan olarsa, Fironun əsgərlərinin onu öldürəcəklərindən qorxduğu üçün gözünün yaşı qurumurdu. Əri İmran ona təsəlli verir. Qorxma, Allah bizi qoruyar, deyirdi. Allahın istəyinin qarşısını heç nə ala bilməzdi. Allah Fironun qorxduğu hadisənin onun başına gəlməsini istəyirdi. Zəif olduqları üçün zülm edilən İsrail oğullarını yer üzündə güclü etmək istəyirdi. İsrail oğullarından bir oğlan doğulmalı, sağ qalmalı və böyüməli idi. Fironun əsgərlərinin gözü nə qədər iti olsa da, Allah İmranın arvadının hamilə olduğunu onlardan gizlətdi. Günlərin bir günü İmranın arvadı oğlan uşağı dünyaya gətirdi. Uşağın adını Musa qoydular. Musa, Firon və onun əsgərlərinin xəbəri olmadan böyüyürdü. Ana nə edəcəyini bilmirdi. Çarəsiz qullarına yardım edən Allah ona acıdı. Ona belə bir ilham verdi. Qorxma və kədərlənmə. Bir sandıq düzəlt və bu sandığa uzun ip bağla. Uşağı əmizdir. Təhlükə olanda uşağı sandığa qoyub çaya burax. İpi isə sahilə bərkit. Təhlükə sovuşduqdan sonra isə ipi çəkib uşağı götür. Ana beləcə 3 ay uşağını Fironun əsgərlərindən qorudu. Amma bir dəfə o təhlükə hiss edib qorxdu. Uşağı sandığa qoyub çaya buraxdıqda ipi sahilə bağlamağı unutdu. Sandıq uşaqla birlikdə Nil çayı boyunca üzüb getdi. Musanın anası çox kədərləndi. Lakin Allah onu yenə də agah etdi ki, kədərlənmə, biz onu sənə qaytaracağıq. Musanın anası Allahın vədinə inanırdı. Allahın öz bəndəsini qoruyacağına əmin idi. İnanırdı ki, çox keçmədən Allah Musanı ona qaytaracaqdır.